Hamınıza salam dostlar. Bugün sizlerle bir yerde yeni bir video ile karşınızdayım. Dostlar bugün ilk Clash Royale videom olacak. Ne vaxtdan da Clash Royale videosu seçmek istedim. Prosta qəşəng bir konsept axtarırdım. Bugün dostlar Clash Royale'da 3 fərqli dəstəm var. 2.6 Remeli dəstəsi daha doğrusu. Amma Goblin yıkıcı yerinə Cellat qoymuşam. Ondan sonra isə öz düzəltdiyim dəstə var. Bu dəstə 2.6-dan bəzi kartları ilə fərqlidir. Məsələn, Buz Golemin yerinə Şövalye qoymuşam. Buz Ruhun yerinə Elektro Ruh, sonra Bomba Kulesi topun yerinə. Bunun səbəbi də odur ki, Bomba Kulesi qabağa donuzlar kartı gələndə top tək-tək vurduğu üçün biraz çətinlik çəkirdik. Gələk Alev topu və yaxud da Tomruk kombosu ilə öldürəydik. Onda da büyü qalmırdı. Ona görə Bombacı Kulesi qoydum. Sonra əgər əlimdə Tomruk olmasa qabaqdakı belə toplu kartlara qarşı elektro ruh atmaq lazım olar. Ona görə bir də yaxın mənzili gücləndirdim. 2.6-nı bilirsiniz, yaxın mənzili zəifdir. Bu qədər. Bu da bildiyimiz həmişə kimi Remeli, bu da 2.6. İndi birinci deyirəm ki 2.6 ilə başlayaq. Mərəsi ilə bir oyun oynayacağım. Görək nə olur. Yaxşı. Deməli, soldan birinci ataq. Onunla aktivasyon alacağım, gözləsin. Adam bütün butonlara bastı. Aktivasyonumuzu alaq. Tez dəstəyi döndərib, əgər bir də şey atsaq çox qəşəng olar. Qəşəng hasar verəcək, amma çox agresif oldu. Çox agresif oldu. Soldakı hasarı onsuz qəbullanmalıyıq. İndi burada biniz atsa fisə mənim işim bitir yavaş-yavaş. Amma kral gülləsi var deyə işim rahat da oldu da. Gördüyünüz kimi iskeletlər də var. Yaxşı. Bir də biniz atacağım. Tez-tez atak eləməliyəm ki, o atak eləməsin. Amma yox, ya da arxadan çıxaq bizdən. Biraz çox pisirim gedəcək yenə. Amma indi yaxşıdır. Biraz çox iksir verdi elə bunu, amma mən də 6 iksir verdim olsun. Dəstəyi təzdən döndürək. Arkadan slasher. Daha ne oldu? Dondular kaldılar. Koy hasar verirsin şey. Bir daha var ardında. Topu sef attı. Köşe şey de dondu. Aha bir tane var ardında hiç olmasa. Neyini ola bu? Ol. Yaxşı da biraz dikkat etmək lazımdır. Bize desteği yavaş döndüreyim.
Da bitir. Yani qəşəng 2.6 rounddur. İndi keçək Remel oynayaq yoxsa öz dəstəmi? Gəlin öz dəstəmi oynayaq. Remelini sonra oynayaq. Dəstəyə də özüm düzəltdim. Yəni düzəltmişəm. Sağ ol. Arkadaşlar şuna başlamaq istəmirəm. Əsası büyüsünün aldığını öyrənə bilərik. Evrim də dönür. Havaya qarşı zəif idi düzdür. Sadəcə 1-2 yanda olaraq olsa o da 1-2 gec atmışdı. Dəstəyə döndürək. Yaxşı, biriniz ataq. Sağdan vursun da Goblin. Biz daha çox hasar verdik. O da çıxmağı səhv idi. Yəni elə deyər ki, səhv idi. Tomruk atacağım ona, amma yox ona tomruk atsam. Yaxşı. Slasher ataq onda. Biraz tələsdim. Artıqdan iksir verdi. Yəni elə bir 2 iksir tomruk deyil, onun yerinə özelliği basıram da. Evrilmiş slasher əlimizdə. Qəşəng. Darta tomruk atmaq məcburiyyətində qalmayacaq. Şeyə bu səfər təxmin tutmadı. Özelliği basar. Çok pis oldu. Ama bundan sonra növbə bizdədir. Hazırsınızsa ən böyük atakımızı eləyək. Eləyənmədi, icazə vermədi. Arif topun sesine mənimə gəlmiş. Vurmayın da ne kadar vurur ya bunlar. Vur binici kafamıza hyperbait de geldi, unuttuk. Hər iki bütün oyunlarımızı udaraq gedirik. Ödüllərimizi almağı unutmayın. Yaxşı, son olaraq keçək Remeli dəstəsinə. Burada da. Gələnə baxayım. Tesla gəldi, yaxşıdır. Dostlar, kubokum da 62.000 12.061'dir. Bir də kanalımıza gəlmək istəyirsinizsə, kanalımız budur. Azərbaycan kanalında əlbəttə ki. Kanal davet də, bu necə eləyir, bu nədir? Nəysə, onun başını bırax. Yaxşı, kart istəyən, kart istəyən. Birinizi istəyək. Birinizi bütün dəstələrimdə var. Remel də yoxdur, düzdür, amma Remel də onsuz bunlar... Ha, bir dəqiqə. Oy ay ay.
Gözəl, gözəl, super. Yaxşı, getdik. İndi Remel oynayaq, görək Remeldə nə olur. Bilək dostlar, bütün dəstələrdə ən az bir dəfə udmalıyam, yoxsa videoyu bitirəmərəm. Ya da mən niyə elə bir şey dedim. Neyse, oyunumuza baxaq, görək nə olur. Əgər qəşəng bir açı versə vlogçuna. Alınmadı, səhv oldu. Alındı, amma tələsdim hemen, həm də çoxdur. Aha, bir dəqiqə şeydən istifadə edib özelliği basmasın diye. 3x'ini ziyan elədi orada. Dəstəyi döndürə bilərik. Oy ay ay, tomruku niyə uğratdın aslında? Bunlar da heç vura bilsə də, belə. Yaxşı, arxadan şövalye qoyaq. Biraz fikirləşmişdim ki, deprem ata bilər və ana kul aktivasyon elədik. Ay. Pis oldu. Bir şey çalışın goblinler. Koymadı əlbəttə ki. Niyə qoysun ki yalnız? Neyse. Çox danışdım. Tomurcaq dəstə dönsün. Ne? Yaxşı, Şiksə girdi. Arxadan cellat qoyaq bu səfər, yaxın mənzilimizi qabaqda işlədərik. Burada cellatda, sən də gəlmədin. Yenə şey səhv attım ya. Bəli, halaldır mənim kimi oyunçuya. Halaldır mənim kimi oyunçuya. Neysə. Çox böyük səhv elədik, amma öhdəsindən gələrik. 1, 2, 3. Büyük bir olmadığını bilir, ona göre o taraftan çıkıyor. Hiç istediğim için olmadı. Hələ ki qabaqdayıq, çiftimizi pozmaya. Aslında qalsa oy ay, o nə səhv edir vaxtı. Həqiqətən iyi oyundu yani. Mən sən bu qədər səhv edəcəyini bilmirdim. Son dəfə çox güclü şəkildə saldırmağa çalışır. Yəni yaxşı dostlar, bugünlük videomuz bu qədər olsun. Yəni fərqli dəstələr gəldi. Dediyim kimi domuz birincisi, qabağımıza hansı dəstələr gəldi? Domuz birincisi gəldi.
Ondan sonra mas keçmişimizə baxaq. Hər hansısa bir qurğu zad yoxdur, yəni. Necə deyim, imen tutduğum videoları qoymamışam. Məsələn, baxın, hamısı Viper bəstəsindən oynamışam əvvəl. Video zad yəni ilk videom olduğu ilk dəfə çəkirəm. O birisində də hamısını şeylə oynamışam. Heç bu gün 2.6 ilə oynamamışam. Onlar elə belə oynadıqlarım. Gördüyünüz kimi bir dəfə qarşıma binici dəstəsi gəldi, tutdum. Sonra Hyperbait gəldi, bir də adamın öz dəstəsi gəldi qısaca. Nəysə dostlar, bu günlük bu qədər olsun. Görüşərik, sağ olun. Bir də öz dəstəmdə nəsə dəyişiklik etməyimi istəyirsinizsə, rəylərdə bildirə bilərsiniz. Görüşənədək.